Salam əziz dostlar. Mən tortu 2 resepti getdim. Ailəm böyük olduğu için sizinlə bir resepti paylaşıram. Bugün çox dadlı və hamının ən sevdiyi kuş sütü tortu hazırladım. Resept çox sadədir, amma nəticəsi inanılmaz gözəl alınır. İlk öncə 2 yumurta, 50 qram yağ, 1 stəkan şəkər, 2 çay qaşığı bal, 3 xörək qaşığı süd və 1 çay qaşığı sodanı bir qaba əlavə edib buxarda əridənə qədər qarışdırdım. Qarışım tam əridikdən sonra soyudub üzərinə un aparan qədər əlavə etdim və xəmiri kündələrə ayırdım. Mən 2 resept etdim deyə 14 ədəd nazik lavaşım alındı. Kremi isə belə hazırladım. 1-2 stəkan süd, 1 yumurta, 3də 1 stəkan şəkər və 2də 1 stəkan un qarışdıraraq bişirdim. Tam soyuduqdan sonra 300 qram yağı mikserlə çalıb hamar krem hazırladım. Lavaşların arasına bolca sürtüb tortumu yığdım. Üzərinə hazırlamaq üçün 3 xörək qaşığı süd, 2 xörək qaşığı kakao, 4də 1 stəkan şəkər və 10 qram kərə yağını birlikdə əridib soyutdum və tortun üzərinə çəkdim. Nəticə isə yumuşaq, ağızda əriyən, hər qatında bal kimi dad gələn, inanılmaz dərəcədə ləzzətli bir ev tortu alındı. Bişirən hər kəsə öncədən nuş olsun.